إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله صلى الله وسلم عليه وعلى آله وصحبه أجمعين أما بعد. Möhtərəm qardaşlar, inşallah oxuyacağımız bu kiçik risalə Şeyximiz Şeyx Abdurrazaq Əl-Bədir Həfizahullahın istiqamətdə, yəni düz yolda olmağın 10 qaydası risaləsidir. Və istiqamət də düz yolda olmaq və o yoldan sağa və sola azmamaq deməkdir və buna da daxildir bütün zahiri və batini əməlləri, itaətləri edib və bütün zahiri və batini asiliklərdən çəkinməkdir. Və Şeyx Həfizəhullah Allah Subhanahu və Teala'ya həmd-i sana edib Peyğəmbər sallallahu aleyhi və səlləmə salat və səlam gətirdikdən sonra buyurur ki, bu risalənin mövzusu istiqamət barəsindədir. Yəni düz yolda olmaq barəsindədir. Və bu mövzu çox əhəmiyyətli, şanı uca olan bir mövzudur və hər şəxsə lazımdır ki, buna ehtimam göstərsin və ona fikir versin. Allah Subhanahu və Teala buyurur ki, İnnellezîne qalu rabbunallahu thumma istaqamu fela xawfun aleyhim və lahum yahzanun. Həqiqətən də Rəbbimiz Allahdır deyib, sonra düz yol tutanlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər. Ulaikə əshabul cənnəti xalidinə fiyhə cəzəən bimə kənu ya'malun. Onlar cənnət əhlidirlər və etdikləri əməllərin əvəzi olaraq orada əbədi qalacaqlar. Əhqaf surəsinin 13-cü, 14-cü ayələri. Allah Subhanahu taala başqa ayədə buyurur ki, İnnellezîne qâlu rabbunallahu thumma istaqamu tetenezzelu aleyhimul melâiketu allâ tehâfû ve lâ tehzenû ve ebşirû bil cennetilleti kuntum tu'adun. Həqiqətən də Rəbbimiz Allahdır deyib, sonra müstəqim olanlar, yəni düz yol tutan kəslərə mələklər nazil olub, belə deyərlər, qorxmayın və kədərlənməyin, sizə vaad olunan cənnətlə sevinin. Nəhnu əvliyaukum fil həyatid dünya və fil əxirə və ləkum fiyhə mə təştəhi ənfusukum və ləkum fiyhə mə təddəun. Biz dünya həyatında da, axirətdə də sizin dostlarınızıq. Orada sizin üçün nəfsinizin çəkə biləcəyi hər şey hazırlanmışdır. Orada istədiyiniz hər şey vardır. Nuzulən min ğafurur rahim. Bu, bağışlayan və rəhimli Allah tərəfindən verilən ziyafətdir. Fussilət surəsinin 30-cu, 31 və 32-ci ayələri. Düz yolda olmaq həqiqətən çox mühümdür. Çünki qulun dünya və axirətdə olan xoşbəxtliyi, onun qurtuluşu, bütün işlərinin salamat olması düz yolda olmağının üzərində qurulub və hər öz nəfsinə nəsiyyət edən şəxsə lazımdır ki, və özünün xoşbəxtliyini istəyən şəxsə lazımdır ki, düz yolda olmaq, istiqamətə böyük bir ehtimam göstərsin. İstəyir əməl tərəfdən olsun, istəyir elmi tərəfdən olsun, istəyir ölənə qədər onun üzərində sabit qalmaq tərəfindən olsun və bununla da və buna görə də Allah Subhanahu və Teala'dan kömək diləsin. Və buna görə də insanlardan elm tələbələrinə və Allah yoluna dəvət edənlərə, müslihlərə istiqamət barəsində, onun həqiqəti barəsində, onun üzərində sabit qalmağa kömək edən şeylər barəsində suallar varid olur. Və mən də Allahın izni ilə istədim ki, həm öz nəfsimə, həm də qardaşlarıma fayda olmaq üçün bəzi mühüm qaydaları bu babda, yəni istiqamət, düz yolda olmaq barəsində bəzi mühüm qaydaları cəm edim və həm bizi üçün, bu da elm əhlinin kəlamına və sözlərinə mütaliə etdikdən sonra
bizim üçün bu yolda bir nur olsun. Hətta düz yolda olmağın səbəblərini və orada sabit olmağı bilək və ona aid olan məsələləri bilək. Və bu risalədə şeyx buyurur ki, Həfizəhullah, və bu risalədə mən istiqamət babında əzəmətli 10 qayda zikr etdim. Və bu qaydaların hamısı mühüm qaydalardır. Və hər şəxsə lazımdır ki, o qaydalara fikir versin, ehtimam göstərsin və köməyi də, müvəffəqiyyətə də tək Allah subhanahu və teala'dan istəyirəm. Birinci qayda bilməsi vacib olan şey odur ki, həqiqətən istiqamət, düz yolda olmaq ilahi bir minnətdir və Rəbb tərəfindən bir bəxşişdir. Allah tərəfindən qula verilən bir nemətdir. Və Allah subhanahu teala artıq Quran-ı Kərimin bir çox ayəsində düz yola yönətməyi, hidayəti öz nəfsinə izafə edir və bildirir ki, bütün işlər Allah subhanahu teala'nın əlindədir. Allah subhanahu teala dilədiyi şəxsə hidayət eləyər və dilədiyi şəxsi də azdırar. Qulların qəlbləri Allah subhanahu teala'nın əlindədir. Kimin qəlbini istəsə düzəldər və kimin qəlbini istəsə onu haqdan yönəldər, azdırar. Allah subhanahu teala buyurur ki, وَلَوْ أَنَّهُمْ فَعَلُوا مَا يُعَذُونَ بِهِ لَكَانَ خَيْرًا لَهُمْ وَأَشَدَّ تَثْبِيتًا. Əgər onlar özlərinə verilən öyüd nəsiyyətlərə əməl etsəydilər, əlbəttə bu onlar üçün daha xeyirli və daha mükəmməl olardı. وَإِذَا لَآتَيْنَاهُمْ مِنْ لَدُنَّا أَجْرًا عَظِيمًا وَلَهَدَيْنَاهُمْ صِرَاطًا مُسْتَقِيمًا. Allah subhanahu teala buyurur ki, o zaman biz də onlara öz tərəfimizdən böyük bir mükafat verər və onları doğru yola yönəldərdik. Nisa surəsinin 66-cı, 68-ci ayələri. Allah subhanahu və teala başqa ayədə hidayət yalnız onun əlində olduğunu vurğulayaraq bildirir ki, فَأَمَّا الَّذ۪ينَ آمَنُوا بِاللّٰهِ وَاَعْتَصَمُوا بِهِ فَسَيُدْخِلُهُمْ فِي رَحْمَةٍ مِّنْهُ وَفَضْلٍ وَيَهْدِيهِمْ إِلَيْهِ صِرَاطًا مُسْتَقِيمًا. Allah ona iman gətirən və ondan möhkəm yapışanları öz mərhəməti, lütfi altına alar və onları özünə tərəf gedən düz yola yönəldər. Nisa surəsinin 175-ci ayəsi. Allah subhanahu və teala başqa ayədə belə buyurur: "Vallahu yed'u ila daris-salami və yehdi men yasha'u ila siratin mustaqim." Allah əminamanlıq yurduna çağırır və istədiyini doğru yola yönəldir. Yunus surəsinin 25-ci ayəsi. Başqa ayədə Allah subhanahu taala belə buyurur: "Vellezine kezzebu bi ayatina summun ve bukmun fi zulumat men yeşa'illahu yudlilhu ve men yeşa yec'alhu ala sıratin mustaqim." Ayələrimizi təkzib edənlər zülmət içində qalmış karlar və lallardır. Allah istədiyini azdırar, istədiyini isə düz yola yönəldər. Ən'am surəsinin 39-cu ayəsi. Allah subhanahu taala buyurur ki: "Vallahu yehdi men yeşa'u ila sıratin mustaqim." Allah dilədiyini doğru yola yönəldər. Nur surəsinin 46-cı ayəsi. Allah subhanahu taala buyurur ki: "İn huwa illa zikrun lil alamin limen yeşa'u minkum en yestaqim ve ma teşauna illa en yeşa Allahu rabbul alamin." O aləmlər üçün ancaq bir öyüd nəsihətdir. Eləcə də sizdən doğru, düz yolda olmaq istəyənlər üçün, müstəqim olmaq istəyənlər üçün aləmlərin Rəbbi olan Allah istəməsə, siz istəyə bilməzsiniz. Təkvir surəsinin 27, 28 və 29-cu ayətləri. Və bu barədə olan, bu mənada olan ayətlər çoxdur. Hidayət Allah subhanahu və teala'nın əlindədir. Onu dilədiyi şəxsə verər. Ona görə də istiqamətin, düzgün yolda olmağın ən birinci qaydası və ən əsaslı qaydası sadiq olaraq Allahdan düz yolda olmağı tələb etməyə yönəlməkdir. Çünki düz yolda olmaq Allah subhanahu və teala'nın əlindədir. Düz yola yönəldən yalnız Allah subhanahu və teala'dır.
Artıq Peyğəmbər sallallahu aleyhi və səlləmin bu barədə olan duaları çox olmuşdur. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, ya muqallibəl qulub, səbbit qalbi alə dinik. Ey qəlbləri çevirən, mənim qəlbimi dinində sabit et. Və o da düz yolda olmağın üzərində sabitliyə aiddir. Ummu Sələmə radiyallahu anhə buyurur ki, qultu ya Rasulallah, əvə innəl qulubə lətətəqəlləb. Dedim ki, ey Allahın elçisi, məgər qəlblər çevrilirmi? Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu ki, naam, mə min xalqilləhi min bəni Ədəmə min bəşərin, illə ənə qalbəhu beynə usba'ini min əsabiilləh, fəinşə Allahu əzzə və cəl əqaməh, və inşə əzəğəh. Bəşərdən, Adəm evladlarından elə bir şəxs yoxdur ki, onun qəlbi Allahın barmaqlarından olan iki barmağının arasında olmasın. Əgər Allah subhanət hələ istəyərsə, onu doğru yola yönəldər və istəyərsə, onu azdırar. Hədisi Əhməd Tirmizi rəvayət etmişdir və Həsən demişdir və eləcə də Şeyx Albani səhihdə rəvayət etmişdir. Düzgün yolda olmaq, qardaşlar, Allah subhanət hələnin əlindədir. Kim düz yolda olmağı istəyirsə, onu mütləq Allah subhanahu və teala'dan istəsin və sualında da israrlı olsun. Müslimin səhihində Ayşə radiyallahu anhadan varid olmuşdur ki, Ayşə radiyallahu anhu soruşulanda ki, Peyğəmbər sallallahu aleyhi və səlləm gecə namazını hansı dua ilə açardı? Ayşə radiyallahu anhu belə deyir, Peyğəmbər sallallahu aleyhi və səlləm gecə vaxtda namaza durduğu zaman belə deyərdi, Allahümmə Rabbə Cibrilə və Mikailə və İsrafilə fətirəs səməvəti vəl-ard aliməl qeybi və şəhədə əntə təhkumu beynə ibadikə fīmə kənu fihi yəxtəlifun ihdini limə xtələftu fihi minəl haqqı biiznik innəkə təhdi mən təşəu ilə sıratın müstəqim. Peyğəmbər sallallahu aleyhi və səlləm gecə namazına duranda bu duanı oxuyardı. Allahum Cəbrailin, Mikailin, İsrafinin Rəbbi, yerləri və göyləri və yeri yaradan, şəhadətdə, açıqda və gizlidə olanı bilən, sən qulların arasında ixtilaf düşdükləri şeylərdə hökm verənsən, məni ixtilaf düşülən şeylərdə öz izninlə haqq olanına yönəlt, həqiqətən sən dilədiyini doğru yola yönəldirsən. Və Peyğəmbər sallallahu aleyhi və səlləmin duası bu idi. Hər gecə namazını bu dua ilə açardı. İnnəkə təhdi mən təşəu ilə sıratın müstəqim. Həqiqətən sən dilədiyini doğru yola yönəldirsən. Və bu mətləb, yəni Allah subhanət haldan hidayət diləmək mətləbi ən böyük mətləb və ən böyük tələb və ən uca tələb olduğu üçün Allah subhanahu və teala qullarına ondan düzgün yola hidayət etməyi, tələb etməyi, hər gün və gecə Allahdan istəməyi vacib etmişdir. Yəni bu böyük əzəmətli bir mətləb olduğu üçün Allah subhanahu və teala qullarına gecə və gündüz dəfələrlə əmr edib ki, qulları Allah subhanahu və teala'dan doğru yolda olmağı və onları doğru yola yönətməyini tələb etsinlər. Və bu da Fatihə surəsindədir. Allah subhanahu teala buyurur ki, İhdinəs sıratəl müstəqim, sıratəl-ləzīnə ən'əmtə aleyhim, qayril məğdubu aleyhim vələd-dallin. Bizi doğru yola yönəlt. Nemət verdiyin şəxslərin yoluna, haqdan azanların, qəzəbə duçar olanların və haqdan azanların yoluna yox. Buna görə də bəzi elm əhli belə demişdir. Lazımdır ki, sıravı müsəlmanlara bildirilsin ki, bu ayə bir duadır. Sən ihdinəs sıratəl müstəqim, bizi doğru yola yönəlt dediyin zaman, Fatihə surəsində bu ayəni oxuduğun zaman, sən Allah subhanahu və teala'ya bu dua ilə dua edirsən və Allah subhanahu və teala'dan hidayət istəyirsən, hansı ki Allah subhanahu teala sənə bu duanı etməyi gündə 17 dəfə vacib etmişdir. Və bu da gündüz və axşam namazlarının fərz rükətlərinin sayı qədərdir. Və ona görə də hər bir müsəlmana lazımdır ki, Fatihə surəsini oxuyanda özünü
həmişə hiss etsin ki, o Allah subhanahu taalaya bu duanı edir. Və Şeyxülislam İbn Teymiyyə rahmehullah bu barədə buyurur ki, mən ən faydalı dua barəsində fikirləşdim, düşündüm və gördüm ki, ən faydalı dua Allahdan onun razılığını qazanmaq üçün kömək diləməkdir. Yəni Allahdan kömək diləyirsən ki, Allah Subhanahu taalanın razılığını qazanmaqdan ötürü Allah Subhanahu taala insana kömək etsin. Sonra bunu Fatihə surəsində İyyəkə na'budu və İyyəkə nəstəində gördüm. Və sonra buyurur ki, qula Allaha bu dua ilə hidayət istəməklə üzərində davamlı olması əmr olunmuşdur. Və səndən də ey Allahın qulu, mətlubdur ki, tələb olunur ki, bu duanın üzərində daimi olasan və Allah Subhanahu taaladan düz yolda olmağı istəyəsən, Allah Subhanahu taaladan səni düz yola hidayət etməni istəyirsən və bu da Fatihə surəsində mövcuddur. Və Həsən el-Bəsri rahimehullah buyurur ki, və Həsən el-Bəsri rahimehullah Allah Subhanahu taalanın bu ayəsini oxuduğu zaman İnnellezine qalu rabbunallahu thumma istaqamu, o şəxslər ki, Rəbbimiz Allahdır deyib sonra düz yolda olarlar, belə deyərdi: Allahumma ente rabbena farzuqnal istiqamə. Allahumma sən bizim Rəbbimizsən, bizə düzgün yolda olmaqla ruzuləndir. Əsəri Təbəri təfsirində rəvayət edib. İnşallah Allahın izni ilə Allah Subhanahu taaladan istəyirəm ki, Allah Subhanahu taala bizim hamımızı düzgün yola yönətsin və Allah Subhanahu taala bizim hidayətimizi artırsın və Allah Subhanahu taala yoldan çıxan qardaşları da hidayət etsin, onları düzgün yola yönətsin və kim haqq üzərindədirsə Allah Subhanahu və taala onu haqq üzərində ölənə qədər sabit etsin. Və qul həzəl qul və estəğfirullaha li və ləkum və lisəiril muslimin min kulli zəm fəstəğfiruhu innəhu huvəl qafurur rahim.